Kişi qadını əzirsə, əzlərim mənim. Qadın kişiyə nifrət eləyir, %100 sizə deyirəm bunu. Bir kişi sizə hörmət eləmirsə, sizi sevmirsə, sizin içinizdə o kişiyə qarşı nifrət var. O kişiyə deyil amma nifrət. Daha dərinə gedin. Ananızın atanıza olan nifrətidir. Oradan götürmüş. Orada bir proqram var, orada bir inanc var. Kişilərə güvənmək olmaz, kişilər əzir, kişilər təhqir eləyir, qadın dəyərli deyil ya da mən niyə qız olaraq doğulmuşam, qız olmaq haqqım yoxdur, atam mənim qadınlığımı qəbul eləməyib, qardaşım mənim qadınlığımı, anam mənim qadınlığımı, yəni ailədən məni qəbul eləməyiblər. Gəlmişəm yad bir kişi, hə, məni sevdi, necəsə oldu, evləndi, indi də məni qəbul eləsin gözləyirəm, mənə hörmət eləsin gözləyirəm. Daxildə ailədən gələn ona hörmət yoxdursa qadının özünə, qadın özünə hörmət eləmirsə, kişi sadəcə güzgüdür. Kişi sadəcə göstərir ki, sənin içində bax, hansı proqram var. Xoşuna gəlmir, mənə dəyişəcəksən, mən gedəcəm, başqası gələcək, yenə sənə eyni duyğunu yaşadacaq. Eyni ssenarini sən özün özünə yaşadacaqsan. Məsələ kişidə deyil, məsələ daxili proqramdadır. O proqram dəyişəndə siz elə insanlar sizin yanınızda qala bilməz. Siz ona icazə verməyəcəksiniz. Heç dinləməyəcəksiniz, heç bu mənə uyğun deyil. Razılaşmayacaqsınız. Hansı hörmətsizlikdən, hansı dəyərsizlikdən söhbət gedə bilər? Siz nə yaşayırsınızsa, siz onunla razılaşırsınız. Hər gün səhər yuxudan durursunuz, başınıza nə gəlsə, siz onunla razılaşmısınız. Siz razılaşmadığınız bir şey sizin həyatınızda ola bilməz. Hə, deyəcəksiniz ki, məcburam. İndi orada problem gəlir. Kim məcburdur? Qurbanlar. Sən niyə düşünürsən sən qurbansan? Çünki sən özünü tanımırsan, sən öz gücünü bilmirsən. Sən yaradanla bağın yox, özünlə bağın yox. Sən düşünürsən ki, sən kiminsə əlində qul kölə olmağa, kiminsə nəyinəsə möhtacsan da, bir evinə, puluna, nəyinəsə möhtacsan. Sən özün düşünürsən ki, mən heç nəyə bacarmam, heç nə eləyə bilmərəm. Ona görə də kimsə nəsə versin bir damcı, mən də dözüm onun mənim başıma açdığı oyuna. O da onunla bağlı deyil, içində özünü nəyisə görə günahlandırırsan. Əzab çəkirsinizsə, özünüzə cəza vermişsiniz. Cəza bərabərdir əzab. Nə vaxt cəza gəlir günahlandıranda, nə də özünüzü günahlandırırsın. İndi burada bax, yazı zaten razılaşmadım, çıxdım 2 uşaqla. İndi bu da başqa tərəfidir. Siz uşaqlıqdan gələn travma ilə kişi səhv eləyir, kişi nifrət eləyir, kişiyə baxmır, yəni kişi mənə qulluq eləməyəcək, baxmayacaq, diqqət eləməyəcək, qayğı göstərməyə əzəcək. Bu proqramlarla gəlmisiniz və kişi ilə birləşirsiniz. Kişi sizə güzgü kimi içinizdə nə var onu göstərir. Sonra mən buna razılaşmıram, mən boşanıram, mən çıxdım 2 uşaqla özdə düşmən elədim atalarla uşaqları, çıxdım o ailədə. Utdum düşünürsünüz. Daha çətin həyatınız olacaq da bilirsiniz. Çünki siz məsələlərinizi həll eləmədiniz. 99% qadın şəfalananda münasibətlər şəfalanır. Başa düşürsünüz ki, kişidə problem yoxdur. Bugün işlədiyim qadınla. Deyir ki, mən kişi ilə görən gözüm yox. Gəldi başımda kişi bir-birlərinə düşmən. Seansın sonunda deyir ki, yazıq kişi heç bir günaha yoxmuş. Bütün aləmə mən qatırmışam. Daxili proqramları ilə. Deyir, hələ bu kişi yaxşıdır, mənə dözürdü. O etapa gəlməyənə qədər o kişi gedəcək, başqası gələcək, eyni şeyləri yaşayacaq. İndi vəbşə ən ağırı da, ən pisi də odur ki, evli kişilərlə görüşməyə başlayırlar qadınlar. Özlərini layiq bilmirlər. Deyir, yoldaşım məni sevmədi, 2 uşaqla kimə lazımı? Gedir başlayır başqa ailələr dağıtmağa. Və uşaqlarınıza kim ki evli kişilərlə görüşür, uşaqlarınıza baxın, onların da ailəsində eyni şeylər olacaq. Çünki örnək göstərirsiniz.